Dərin milli-ictimai məzmunu, yüksək vətəndaşlıq mövqeyi, rəngarəng janr, qafiyə sistemi ilə seçilən Səməd Vurğun sənəti və zəngin yaradıcılığı, yenilik ruhu, milli dəyərləri ilə ölməzlik qazanan Rəsul Rza dəstxətdir. Rəsul Rzanın ev muzeyi bu dəfə iki görkəmli xalq şairinin xatirəsini yad etmək istəyənlər üçün görüş ünvanı oldu. Səməd Vurğun və Rəsul Rza bəzən əks qütblərin təmsil edən yaradıcı şəxsiyyətlər kimi təmsil olunurlar. Halbuki bu görkəmli sənətkarların hər ikisi 20-ci əsr Azərbaycan həyatının təşəkkülündə və inkişafında çox böyük rol və xidmətlər olan və bir-birini tamamlayan görkəmli sənətkarlardır. Səməd Vurğun Azərbaycan icra vəzinli şeir məktəbini yaradıb, Rəsul Rza isə 20-ci əsrdə sərbəst şeir məktəbinin dahi yaradıcı kimi qəbul olunur. Məqsədimiz onların irsini yaşatmaq və yeni nəslə çatdırmaqdır. Tədbirimizdə vurğunşünaslar və Rəsul Rza irsinin tədqiqatçıları iştirak edir. Bugün muzeyimizdə Səməd Vurğunun 120, Rəsul Rzanın isə 116-cı il dönümünü anırıq. 1 Ocaqda iki şairin işığı adlı tədbir iki böyük sənətkarın söz dünyasına işıq saldı. Tədqiqatçıların və ədəbiyyatşünasların çıxışları Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığına duyulan dərin ehtiramı bir daha nümayiş etdirdi. Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Bu mötəbər əlamətdar hadisə ilə bağlı bildiyiniz kimi Cənab Prezidentimizin də müvafiq sərəncamı var və həmin bu sərəncama əsasən Azərbaycanda bütün, nəinki paytaxtda, ümumiyyətlə bütün bölgələrdə də unudulmaz şairimizin yubileyi keçirilir. Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Çiçəyim Uşaq Teatrının üzvləri poeziyanın incə ovqatını dinləyicilərlə bölüşdülər. Onların ifasında Rəsul Rzanın Yaz gəlir və Səməd Vurğunun Şair, nə tez qocaldın sən şeirləri təqdim olundu. Uğurlu bir saadətlə. Arzu Yosif, Elxan Axundov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.